الرجيم والصلاة والسلام على أشرف الأنبياء والمرسلين أبي القاسم محمد المصطفى وآله الطاهرين. اللهم صل على محمد وآل محمد. Bir müqəddimə, sonra mövzumuza daxil olaraq. Quran-ı Kərimdə umumən bu dini ədəbiyyatda cəəl deyilən bir anlayış var. Cəələ, yec'əlu, cailun, məc'ulun. Cəələ ərəb dilində elə bir kəlmədir ki, onu hansı tərəfə istəyirsən bir başından tutub dartmaq, dartılır və uzanır. Və ən qəliz kəlmələrdəndir. Hətta belə fəlsəfəçilər bu kəlmənin izahında belə çox əziyyət çəkirlər. Yəni, ola bilsin özü başa düşür, amma başa salmaq çətin olur. Bax, məsələn, Quran-ı Kərimdən bir ayə götürək. İsra surəsi 18-ci ayə. Ayənin məzmunu belədir. Mən kənə yuridul acilətə. Bir acilə var, bir də axirə var. Axirət, bildiyimiz axirət dünyası, insan öləndən sonra başladığı yol, ta cənnət və cəhənnəmdə bitənə qədər. Bir də acilə. Acilə dünyanın vəsflərindən biridir və məqsəd də elə bu dünyadır. Yaşadığımız dünya. Allah Teala buyurur ki, kim aciləni istəsə, əccəlnə ləhu fiyhə. Deməli, bu dünyada o istədiyimiz insana, bu qeyd buradadır, mən nəşə, limən nurid. Kimə istəyirsə, onun dünyasını ona istəyindən sonra tez verərik. Məsələn, bir nəfər aciləni istəyir, dünyanı istəyir. Bu olsun, o olsun, filan olsun. Allah Teala deyir, hamiyə yox, istədiyimizə. O Allahın istədiyi də o deməkdir, Allah istədiyi Allahın razı qaldığı bəndədir. Yox, dünya söhbətində fərq eləyir. Həmən bu ayə mənfi səmtdə yozulası bir mövzudur. Bir nəfər yapışıb dünyadan dünya istəyir. Tarixdə də olub Peyğəmbər zamanında. Məsələn, Peyğəmbərin səhabələrindən biri digərinə bir ağac satır. Xurma ağacı satır. Ağac. Məşhur olmuş hadisədir bu. Amma bir şərtlə satır. Bu ağacı satıram. Daha doğrusu mülkü satıram. Amma bu ağacı satmıram. Bu xurma ağacını satmıram. İndi bu alıcıya da məcbur olur, ya nətər olursa bu şərtlə qəbul eləyir. Mülkü alır, amma ağac məsələn həmən bu şəxsindir, səhabənindir. İki Peyğəmbər səhabəsi alverilir bu tərzdə. Günlərin bir günü bu kişiyə xəbər çatır ki, həyətdə bir yad kişi var. Bu tez gəlir öz yurduna, yuvasına, görür ki, həmən o keçmiş bu mülkün sahibi oturub ağacın altında. Gəlir ona bir təpinir ki, mənim icazəm olmadan arvadım, uşağım, namusum, qeyrətim, sən burada nə işin var? O keçmişi yadına salır ki, axı bizim danışığımız oldu da, mülkü satıram, amma bu ağacı satmıram, ağac mənimdir. Bunun kölgəsindən, meyvəsindən istifadə eləyəcəm mən. Bu qalır belə ki, neynəsin? Mövzu qalxır Peyğəmbərin yanına. Səhabədirlər, yəni Peyğəmbərin səhabəsi, münafiq, kafir də deyirlər. Adları da bəllidir, demirəm. Peyğəmbər görür ki, alver belə olub. Da mən Peyğəmbərəm, kəs səsi, belə olmur. Eləyə bilər, çünki Quran ayəsi budur ki, Peyğəmbər və insanın canı
Seçim qarşısında olanda Peyğəmbər insan kimi seçməlidir? Müsəlmansansa Peyğəmbər seçməlisən, öz canı, malı, hər şeyi qurban verməlisən, getməlidir. Uf demədən, tərəddüd eləmədən. Mömin budur. Quran mömini budur. Ay borcum var, ay işim var, gözdə başqası eləsin, elə olmur. Peyğəmbər övladı, hər şeydə övladı. Peyğəmbər bu haqqından istifadə eləmir, bir həll yolu təqdim eləyir. Deyir, bu xurmanın əvəzinə filan yerdə bir xurma ağacı get götür. Deyir, yox. Say artır, 10 xurma, 5 xurma, 15 xurma, gəlir dayanır bir dənə bağ. Peyğəmbər artırır, bu artıma bu səhabə önəm vermir. Deyir, yox, hələ mən öz xurmamı istəyirəm. Mən öz xurmamı istəyirəm. Peyğəmbər deyir, yaxşı. Elə fikirləşir ki, bu Peyğəmbəri sıxışdırmaqdan məqsədi budur ki, bu adam axirət istəyir, cənnət istəyir. Peyğəmbər deyir, sənə cənnətdə bir ağac vəd verirəm, zamin dururam. Yəni, bir nəfərin cənnətdə bir dənə yarpaq vədəsi olsa, məsələn, bu müsəlmanlardan birinə bir mələk gələ deyə ki, ey müsəlman, Allah sənə cənnətdə bu çubuğu vədə verib. Deməli, bu adamın sonu nə olacaq? Vəssalam, yəni sığorta. Belə deyək də, öncədən müjdəsini adam aldı. Peyğəmbər deyir, sənə bir ağac. Deyir, yox, istəmirəm. Deməli, nə adam dünya istəyir, bir xurmaya 10 dənə xurma verir, götürmür. Bəlkə axirət istəyir. Üçün bu adam belə ölsəydi, qiyamət günü deyəcəkdi ki, mən axirət istəyirdim, Peyğəmbər mənə təklif eləmədi, mən də belə elədim. Bütün bəhanələri Peyğəmbər kəsir. Axirət istəmir, dünya istəmir, bununla necə rəftar eləmək lazımdır? Kəsin xurmasını, atın bayra. Əmr eləyir, o xurma ağacı ikinci sahibkarın həyətindən kəsilir, vurulur bunun qoltuğuna, gedişini dağlayacaq. Yəni, adam nə dünya istəyir, nə də belə insanlar da var. Bilmir nə istəyir, nə dünya qalıb ikisinin arasında. Amma bəzi insanlar var, yox, hələ dünya istəyirəm. Yəni, bu qeyd elədiyim insan heç bu Quran ayəsinə də sığmır ki, mən dünya istəyirəm. Bir xurmadır, qoyub olsun bir xurma bağı. Dünya istəyirəm. Fürsətdir də istifadə edir. Peyğəmbər ona bağı verəcəkdi. Və bir xurma bağı ərəb üçün bu tükənməz bir sərvətdir. Yaşa da özün üçün. Heç nədən sənə bir bağ gəlir, çıxır. Allah buyurur, kim dünyanı istəyirsə, biz ona dünyanı tez verərik. Hamı fikirləşməsin ki, oturum, ay Allah mənə ev ver, bağ ver, filan ver. Deməli, İsra surəsi 18-də Allah Teala buyurur, ona tez verəcəyi, elə deyir, bir qeydi var. Limən nurid, istədiyimiz şəxsə. Allahın istədiyi şəxs də burada müsbət obraz deyil, mənfi obrazdır. Allahın bəyənmədiyi şəxsdir. Deməli, Allahın istədiyi bəndələr neçə qismə bölünür? 2 qismə bölünür. Bir, istədiyi razı qaldığı, bir də istədiyi razı qalmadığı. Yəni, hər yanda Allah istədi, o demək deyil, hələ bu getdi cənnətə. Yox, burada cənnətə gedmir. Şəxs bu ayədə cəhənnəmə gedir. Ardı. Sümmə cəəlnə ləhu cəhənnəmə yəsləhə məzmumən mədhura. Sonra həmən bu şəxsi biz cəhənnəmə vay, rüsvay halında yola salacağıq. Deməli, şəxs dünya istəyir və Allah onun dünyasını tez verir və nəticə etibarı ilə də şəxs hara gedir? Cəhənnəmə gedir. İsra surəsi 18. Yaxşı, dünya istəmək bəyəm adamı cəhənnəmə aparır. Deməli, ayədə o izah yoxdur ki, bu dünyadan nə istədi ki, bu dünya
işi onu hara apardı? Cəhənnəmə apardı. Məsələn, bu ticarətçi möminlər dünya işi görür ya görmür? Dünya işitdə buğdanı buradan alır, orada satır, əti buradan alır, orada satır, kərtofu, soğanı, düyüsünü, yağını filanı dünyadır da. İndi bunlar cəhənnəmə gedəcək. Xeyr. Bəs niyə bu cəhənnəmə gedir? Hə, dünyanın istifadə tərzi var, niyyət. O bayaq misal vurdum ha, nə dünyalıqdır, nə də axirətdir. Amma bəzi insanlar var, dünya istəyir, amma axirət istəmir. Problem bax ayədə budur. Çünki ayənin ardı da var da, ardı ilə iki ayəni bir yerə yığanda məna üzə çıxır. Deməli 18-də adam dünya istəyir, Allah ona dünyasını tez verir və salır cəhənnəmə. 19-da mövzunun əksi. Və mən əradəl axirətə. Kim axirət istəyərsə və sə'a ləhə sə'yəhə və axirəti əldə eləmək yolları ilə axirəti əldə eləyərsə, şərt-i şurutu ilə də mömin ola, filan ola, Allah Teala buyurur ki, onların bu zəhməti zay olmayacaq, mükafatlarını artıqlaması üçün alacaqlar. Axirəti əldə eləmək. Axirəti əldə eləmək üçün nə lazımdır? Nə? Nə? Yox, yox. Nə? Dünya lazımdır. Yox, dünya lazımdır. Dünya. Dünya lazımdır. Yəni, sən sədəqə verməlisən. Neylə verəsən? Pulla, ərzaqla, filanla. Birini müalicə elətdirməlisən. Neylə eləyəcəksən? Maddiyyət, yəni dünyanla. Yəni, dünyanı düzgün istifadə eləsin, axirət nədir? Əldə olunur. Dünyanı düzgün istifadə eləmədin, cəhənnəm nə olur? Əldə olunur. Unutmayın, İsra 18-19. Mən bunu çatdırmaq istəmirdim ki, insanlar iki yerə bölünür, dünya istəyənlər, axirət istəyənlər və axirət istəyənlər də, belə deyək də, bunun şərti şurutu ağırdır. Əməl və əməl axıra qədər mömin olmaq şərti ilə. Və huvə mümin. Bu kəlmə var. O mömin olaraq bu işləri görsün. Möminin də şərt-i şurutu ağır bir məsələdir. Mən bundan danışmaq istəmirəm. Burada cəalnə ləhu cəhənnəmə yəsləhə. Cəal. Bu kəlmə də çox ağır təfsirə məruz qalan bir kəlmədir. İmam kəlməsində Allah Teala cəal gətirir. Xəlifə kəlməsində Allah Teala cəal gətirir. Cəhənnəmə düşmək haqqında Allah Teala cəal gətirir. Bu cəal nədir ki, belə əhəmiyyətli mövzularda öz yerini tapır? İnşallah bunun üstündə biraz hazırlıq görüb bu mövzuya qayıdacağım. Peyğəmbər və